Sumqayıt Dövlət Universitetində möhtəşəm Novruz şənliyi keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri iştirak etdi. Rektor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, minillərlə tarixə söykənən Novruz təkcə təbiətin oyanması, həyatın canlanması deyil, eyni zamanda insanların ümidlənməsinə, niyyətlənməsinə səbəb olan bayramdır. Novruz bayramının əsrlərdən bəri qeyd olunduğundan söz açan rektor, bu bayramın Azərbaycanlılar üçün doğma olduğunu, milli adətlərimizin, ənənələrimizin qorunması baxımından vacibliyini vurğuladı. Diqqətə çatdırıldı ki, Novruz bayramı 2009-cu ilin sentyabrında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Hər il martın 21-i dünyada beynəlxalq Novruz günü kimi qeyd olunur. Təbii ki, bu da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində öz həllini tapa bilib. Novruz bayramının təmtəraqlı şəkildə qeyd olunmasında Prezident İlham Əliyevin xidmətlərindən də danışan rektor, xalqımızın ölkə rəhbərinə hər zaman güvəndiyini, onun ətrafında sıx birləşdiyini də diqqətə çatdırdı. Çıxışının sonunda rektor bir daha universitet kollektivini Novruz bayramı münasibətilə təbrik etdi, tələbələrə təhsillərində və gələcək işlərində uğurlar arzuladı. Sonra rektor Elxan Hüseynov müxtəlif fakültələrin Novruz bayramına həsr olunmuş stendlərinə baxış keçirdi. Daha sonra Respublikanın tanınmış incəsənət xadimlərinin, eləcə də universitetin öz fəaliyyət kollektivlərinin ifasında folklorumuzu, yaz fəslini və Novruz bayramını özündə tərənnüm etdirən xalq mahnıları, bayatılar, rəqslər və şeirlər tədbir iştirakçılarının zövqünü oxşadı. Üslubda bəzədilən səhnə, Novruz bayramı üçün xarakterik olan zəngin xonçalar, müxtəlif şirniyyatlar, Novruz personajları olan Bahar qızı, Keçəl və Kosanın gəlişi hamıda xoş ovqat yaratdı və bayramın rəngarəngliyini daha da artırdı. Ruziyə Rufullazadə, Şəmistan Fikrətli, Firuz Adıgözəlov, Dünya TV.